Məyər Türkiyənin nəqliyyat naziri cənab Uraloğlu bilmir ki, Zəngəzur dəhlizinin İran üzərindən keçməsi kimi bir layihə yoxdur və ola da bilməz? Yayılan məlumatlara görə nazir Uraloğlu Zəngəzur dəhlizinin 224 kilometrlik Türkiyə hissəsinin, yəni Dilucu, İğdır, Qars hissəsinin tikintisinə başlanılacağını deyib və güya əlavə edib ki, Zəngəzur dəhlizi Azərbaycandan başlayaraq İran və ya Ermənistan üzərindən keçərək Türkiyənin Qars şəhərində Bakı, Tiflis, Qars dəmir yoluna birləşəcək. Uraloğlu'nun bu inanılmaz sözləri həqiqətən deyib demədiyi hələ məlum deyil. Burada erməni mənbələrinin məqsəd yönlü yozumlarına da yer verilə bilər. Bunu Bakı Xəbər Media qrupunun rəhbəri politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazır. Aydın Quliyev daha sonra yazır. Ancaq Uraloğlu həqiqətən belə deyibsə, məyər o bilmir ki, İranda Zəngəzur torpağı var ya yox? Azərbaycanın qədim Zəngəzur vilayətinin qərb hissəsi Qərbi Zəngəzur 1920-ci ildə Bolşevik Rusiyası tərəfindən Ermənistana hədiyyə verilib. Azərbaycanın qərbindən Naxçıvana açılacaq keçid isə Ermənistanın, yəni Qərbi Zəngəzur mahalının üstündən keçməklə Zəngəzur dəhlizi adlandırılır. Biz Azərbaycanlıların təsəvvürü və hörmətli prezidentimiz İlham Əliyevin imzası ilə artıq təsdiqlənmiş reallıq budur ki, Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçməlidir və keçəcək. Azərbaycanın qərbindən Naxçıvana İran üzərindən açılacaq keçid isə heç bir halda Zəngəzur dəhlizi adlandırıla bilməz. Çünki qədim Zəngəzur torpaqlarımızın bir hissəsini Bolşeviklər bizdən qopararaq İrana yox, Ermənistana veriblər. İran ərazisindən Naxçıvana açılacaq gələcək keçidin adı isə başqa cür adlandırıla bilər. Məsələn, Azərbaycandan Azərbaycana Araz boyu keçid. İran ona başqa cür də ad verə bilər. Ancaq heç bir halda bu yol Zəngəzur dəhlizi adlandırıla bilməz. Bu cür yanaşma ziyanlıdır. Çünki bu, Zəngəzur dəhlizinin 10 noyabr 3 tərəfli razılaşmada müəyyən olunmuş həqiqi marşrutu ətrafında bozucu manipulyasiyalara yol aça bilər. Zəngəzur dəhlizinə o olmasın, bu olsun kimi qeyri-ciddi yozumlara əsas verən yanaşmalar ortaya qoymaq isə yol verilməzdir.